Salam dəyərli izləyicilər. Dostlar, sizlərə Ramanuşa qəsəbəsində 3 sot torpaq sahəsi içində 4 otaqlı 120 kvadrat. Dostlar, 82.000 manat. Diqqətlə qulaq asın. 82.000 manat. Bakı şəhərində, Sabunçu rayonunda dostlar, bu qiymətə ev yoxdur. Bu fürsəti dostlar, əldən qaçırmayın. Evimiz 4 otaqdan ibarətdir. 120 kvadrat, evin fundamenti, kəməri, bütün kommunal xətləri mövcuddur. Nəzərinizə çatdırım ki, dostlar, bu ev əşya ilə birlikdə satılır. Əvvəla deyim ki, bu kondisioneri görürsünüz. Bax, kondisioner qalır, paltaryan qalır, mətbəx mebeli qalır, yataq dəsti qalır. Evdə nə əşya varsa hamısı qalır, dostlar. Evimiz bir dəyərli izləyicilərimizin evidir, gəlmişik çəkilişinə. Çox relyef olaraq, dostlar, qəsəbənin ən hündür yerində yerləşir və nəzərdə çatdırım ki, evimizin ətrafına hərəkət etmək mümkündür. Evimiz çox ideal evdir, dostlar. Buyurun evimizin daxili ilə mən sizləri tanış edeyim. Yəni bu video baxıb keçməyin də dostlar. Əgər yaxın dostunuz, tanışınız, əminiz, dayınız varsa, çox keyfiyyətli evdir, dostlar. Həqiqətən də ustabınızı gətirin. Gətirin, baxış keçirin, ondan sonra alın. Evin qiymətli yenə edirəm. 82.000 manatlı real alıcı olsa endirim evin sabit tərəfdən olacaq. Bax, kondisioner görürsünüz, LG kondisioneri qalacaq. Çox geniş evdir. Belə geniş evə kim sahib olmaq istəyirsə, yəni 3 otağın Allah-aşkına qiyməti də, 3 otağın qiyməti. Əmlak bazarında bu qiyməti ev yoxdur. Bax, görürsünüz qalacaq. Pərdəsinə kimi qalacaq, listuruna kimi qalacaq, dostlar. Bura hardasa bir 30 kvadrata yaxın olar. Geniş bir dənə koridor sistemi var. Emin bəy, göstərin izləyicilərimizə. Geniş bir hamam sanuzerimiz var və burada geniş bir mətbəxtimiz var. Dostlar, fikir verin. Deməli, bu paltaryan götürüləcək, bu paltaryan qalacaq, dostlar. Diqqətlə baxın. Atın dostunuza, yaxınınıza, tanışınıza. Çox keyfiyyətli evdir, dostlar. Sonra evimiz, deyim, bura bizim əlavə olaraq bir uşaq otağımızdır. Nəzərinizə çatdırım ki, dostlar, göstərmək istəyirəm ki, yəni şəxsi istifadəsi üçün tikilibdir. O dəmir barmaqlardır. Yəni setkə kimi hər biri mövcuddur, dostlar. Çox keyfiyyətli evdir. İndi insan öz şəxsi əşyasını götürər, o heç də ona sözümüz yoxdur. İndi palını paltarını götürər, çıxar o başqa şey. Amma burada gördüyünüz kimi bir yataq otağı. Otaqlar da kifayət qədər ölçüdədir. 214A avtobusunun dayanacağının, dostlar, 150 metrində yerləşir. 150-160, yəni 200 metr mümkün deyil. Metrəni qoysan, maksimum 160 metr gələr. Çox yaxın məsafədə yerləşir. Bu fürsəti qəti əldən buraxmayın, dostlar. Nəzərinizə çatdırım ki, evimizin sənəti çıxarışdır. Kimə maraqlı olsa bizlə əlaqə saxlasın. Nömrəmiz səhifədə qeyd olunub. Kim əmlakını satmaq istəsə bizə müraciət edə bilər. Diqqət etsin, təşəkkürlər.